ki, bir ay ərzində biz qeydiyyatdan keçməliyik. Əgər qrant müqaviləsi imzalanıbsa, həmin tarixdən ötən bir ay ərzində qrant müqaviləsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçməlidir. İndi bizim müqavilə imzalanıbdır dekabr ayının axırında. Yanvar ayının axırında müqavilə müddəti bitir. Biz iki variant var burada bizim müqavilənin qeydiyyatdan keçirilməsi üçün. Ya Soros fondu, indi söhbət Soros fondundan gedir, ona görə deyirəm, digər də başqaları bizə özündə bir dənə orijinal nüsxə saxlamaqla əlavə 2 nüsxə verməlidir ki, biri təşkilatda qalsın, birini verək Ədliyyə Nazirliyinə, ya da ki, bizə bir orijinal nüsxə verir və eyni zamanda biz gedirik notariusa, onun kopyasını təsdiq eləmək üçün və Soros fondu tərəfindən icraçı direktor olaraq Fərda müəllim imzaladığına görə, Fərda müəllim də notariusa gəlməlidir bütün layihələrə görə. Belə olsa yox, bu cür tikilsə yox. Yox, əgər o tikiliş olmasa, söhbət o bizə deyiblər ki, burada iki imza var və hər iki şəxs burada olmalıdır, imzasını təsdiq eləməlidir. Bəzi hallarda orada var, müqavilələrdə istəyir. İzahat üçün deyim ki, bu müqavilələr çox səhifəli olduğuna görə onları ya səhifə-səhifə təsdiq elətdirməlisən, burada hüquqşünaslar əyləşib da, ya da bir yerdəsə onlar tikilmiş və iki tərəfdən təsdiq olmuş olmalı. Bax, bizim bunu notariusda təsdiq eləmişik 2004-cü ildə. Mən o bir, yəni burada mümkündür bu məsələni müzakirə eləmək Soros fondunun yerində. Və tutaq ki, biz neydən qrant almışıq, onu necə müzakirə edirik? Çox çətin olur. Mən bir şey deyim bu notariusla bağlı. Yəni, mən elə gəlir ki, biz əgər qrant müqavilələrimizi notariusa aparacaqsa, biz böyük səhvə yol verəcəyik. Biz Ədliyyə Nazirliyinə kozur verəcəyik. Kimsə bunu eləyəcəksə, çox böyük səhv edəcək. Nəyə görə? Hansısa bir qanun bunu tələb eləmir. Birincisi, bircə dəqiqə, Prezident fərmanında notarial təsdiqdən söhbət getmir. Gəlib bir-birimizi dinləyək və hər öz mövqeyi var. Hər bir hüquqi şəxsin özünə aid olan sənədləri öz möhürünlə və rəhbərin imzasından təsdiq eləmək hüququ var. Biz şəxsən Ədliyyə Nazirliyinə 30 iyundan sonra bütün müqavilələrimizi o cür göndərmişik. Əslinlə biz öz möhürümüzlə üzünü təsdiq edib göndərmişik. İkinci bir tərəfdən, yenə heç bir yerdə yazılmayıb ki, qeydiyyat hansısa bir kağız gəlməlidir. Yəni, sadəcə olaraq biz çalışmalıyıq ki, öz qrant müqavilələrimizin kopyasını Ədliyyə Nazirliyinə təqdim edək və əlimizdə bir dənə kağız olsun ki, biz onu ora təqdim elədik. Elə bu qeydiyyat deməkdir. Yəni, biz bunun necə, bunun elə bir təcrübəsi yaranmayıb. Biz onun təcrübəsini necə yaransaq eləyəcəyik. Biz demək ki, Soros bizə 2 dənə kopya versin. Bəs elə müqavilələr var ki, bizdə onun əsli yoxdur. Biz onu internetlə almışıq. Və onun notariusda üzünün təsdiq edilməsi qeyri-mümkün. Yəni, bu mənə elə gəlir ki, biz bununla özümüzə problem yaradacaq. Biz QET-lər olaraq hamı yaxşı olar ki, eyni işi görsün. Özlərinin möhürünlə təsdiq eləsinlər və qeydiyyat kağızını da gözləməyə ehtiyac yoxdur. İndiyənə qədər Ədliyyə Nazirliyi hər hansı bir yolla banklara təsir edir. Yeni situasiya yaranıb. İndi Ədliyyə Nazirliyi banklara məktub hazırlayır və bundan sonra banklar Ədliyyə Nazirliyi məktub alandan sonra Ədliyyə Nazirliyinin bildirişi təqdim olunmamış qeyri-hökumət təşkilatının qrant əməliyyatlarını apara bilməzdir. Varmı belə bir məsələ? Ubat bəy, özdə deyəsən Nazirlər Kabinetinin adından hazırdır, özləri yox. İndi situasiya dəyişir. Ona görə gəlin biz problemi dəqiq təsvir edək və bu situasiyadan çıxış yollarını arayaq. Bugün Azərbaycanda çoxlu qeydiyyatdan keçməyən təşkilatlar var. O təşkilatlar başqa təşkilatların bank hesablarından istifadə edirlər. Bugün həmin təşkilatlarda birinci problem yaranacaq. Təşkilat özü qorxacaq ki, deyəcək ki, əgər formallıqdan istifadə edirlərsə, pul gəlsin, mən də sənə pul verim ki, həmin layihəni həyata keçir. Bugün həmin şeylər, misal şəxsən, mənə kimsə müraciət edəcək ki, qeydiyyatda olmayan təşkilat. Biz fikirləşəcəm özümdə ki, bu əlavə bir problemdir. Təzədən mən bunu tərcümə elətdirməliyəm. Sabah gələcəyim, həmin Ədliyyə Nazirliyi baxacaq ki, sən bu layihəni həyata keçirirsən yoxsa yox. Bəlli olacaq ki, başqa təşkilat bu layihəni keçirib, amma mənim bank hesabından istifadə edib. Sabah mənə də bağlayacaqlar. O
O təşkilatda da problem. Bu bir. İkincisi, ümumiyyətlə, bu prezidentin fərmanının bir mənalı vətəndaş cəmiyyətinin bir sözü, yox sözü olmalıdır və qanun başdan ayağa dəyişdirməlidir. Qrantlar haqqında qanun, bir də qeyri-hökumət və təşkilatlar və fondlar haqqında qanun yeni layihəsi hazırlanmalıdır. Və vətəndaş cəmiyyəti bir cəbhədən çıxış eləyib, yeni tələb eləməlidir ki, bunlar qanunları dəyişdirsinlər. Biz artıq dönürük Misirə. Misirdə də harada ən, belə deyək də, başı pozuq ölkələr var. Nümunələr harada var. Misirdə də həmin qanunu birinci tətbiq eləmişdilər ki, bax, belə bir şey eləyək ki, dövlət razılıq versin. İndi Misirdə isə belə bir şey eləyir, dövlət istəsə razılıq verə bilər, razılıq istəsə də razılıq verməyəcək. Bax, növbədə altın prezident fərman verəcək ki, Ədliyyə Nazirliyi razılıq hesab edirsə, milli maraqlara uyğundur, versin, uyğun deyilsə, verməsin. Ümumiyyətlə, prezidentin nəyə görə prezident fərman verməlidir ki, mənə başqa təşkilat pul verir? Hüquqşünaslarla məsləhətləşmək lazımdır. Bu nə dərəcədə Avropa Konvensiyasına zidd. Prezidentin fərmanı Avropa Konvensiyasından üstün sayıla bilməz. Ancaq konstitusiyada olan bəndlər konvensiyaya uyğun gəlmirsə, onda konstitusiyaya qəbul. Əgər prezidentin həmin fərmanı konvensiyaya zidd gəlirsə, hüquqşünaslar mənə elə gəlir ki, o beynəlxalq hüquqşünas rəyinə ehtiyacımız var. Varsa, bu onlar desinlər ki, bu konvensiyaya uyğun, yoxsa uyğun deyilsə, bir də konstitusiya məhkəməsinə müraciət eləmək lazım. Bəs bu düzdür, yoxsa yox, bizim işimizə müdaxilədir, yoxsa müdaxilə deyil. Və prezident buna qədər 100 dəfə fərman imzalayıb. Sizə bir şey deyim ki, gətirirlər prezidentin stolunun üstünə sənəd qoyurlar. O yenə də şuuru demokratiyadan uzaq olan insanlar. O da imzalayır. Belə bir şey olmuşdur, nümunə göstərir ki, mətbuat şurası ilə. Kimsə hansısa o yuxarıda oturan hüquqşünaslar prezidentin sənəd veriblər. Prezident ona sənəd imzalayıb. Bugün dünyada görünməmiş bir biabırçılıqdır ki, ictimai təşkilatı, mətbuat şurasını icra hakimiyyəti orqanına uyğun saldı. Yəni, qanunvericilikdə dəyişikliklər olunur və o qanunvericiliyi İlham Əliyev şəxsən imzalayıb. Bəlkə də fərqli olaraq düşünürəm, İlham Əliyev şəxsən bilir nə imzalayıb. Yəni, bilmədiyi şey imzalanır. Deməli, bu qanun, bu fərman haradan irəli gəlir? Bu fərman ondan irəli gəlir ki, bunun siyasi tərəf haqqında danışmaq istəyirəm, hüquqi tərəfindən yox. Bu fərman ondan irəli gəlir ki, bütün bu otaqda toplaşanlar və ümumiyyətlə sivil toplumun potensial olaraq cinayətkar bir ünsürlər toplumudur. Biz onun gözündə, prezidentin gözündə cinayətkar ünsürlərik hamımız. Daxil siyasətin əksinə çıxanız. Bəli. Ümumilikdə sivil toplum sektorunu tənzimləyən qanunvericilik sisteminə yenidən baxılmasını tələb edək, mütəşəkkil və vahid şəkildə və yalnız bundan sonra işimizi davam edək. Hansısa yeni şəraitlərə uyğunlaşmaq fikri falan, bu hamısı məncə düzgün fikir deyil, əmin düz deyil. Bugün bunu elədilər, sabah daha da pis şeylər eləyəcəklər. Biz yayda deyirdik ki, qalib gəldik, ura, gördük nə oldu indi. Deməli, bundan da pis şeylər olacaq. Biz artıq Belarus standartlarına uyğunlaşmışıq. Misir deyir, hörmət edir, hörmət edir. Belarus standartlarına artıq uyğunlaşmışıq və işimizi də kompromis formasında qurmamalıyıq. Burada heç bir kompromis yok. Bizə cinayətkar ünsürlər kimi baxırlarsa, biz deyəcəyik ki, bəli, biz cinayətkarıq, potensial olaraq cinayətkarıq. Biz Azərbaycana xidmət eləmək istəyirik. Biz Azərbaycana azadlıq istəyirik, biz Azərbaycanda insan hüquqları istəyirik, demokratiya istəyirik, biz Azərbaycanda kriminal istəyirik və yəni. Geçsin kriminalı tənzimləsin də. Kriminalı tənzimləsin. Bizi niyə tənzimləyir?